Salam bacılar və qardaşlar, hər birinizi salamlayıram. Mənim yeni kanalımdır. Hər birinizi xoş gördük. Və mən bu kanalımda İncil kitabından sizinlə bir çox ayələr bölüşmək istəyirəm. Və inanıram ki, bu sizlərə faydalı olar, ruhunuza təsir edər. Başlamaq istəyirəm Markın müjdəsi, 1-ci fəsil. Burada belə deyir. Allahın oğlu İsa, Məsihin müjdəsinin başlanğıcı. Yeşaya Peyğəmbərin kitabında belə yazılıb. Budur, sənin önündə öz elçimi göndərirəm. O, sənin yolunu hazırlayacaq. Səhrada nida edənin səsi gəlir. Rəbbin yolunu hazırlayın. Onun keçəcəyi yerləri düz edin. Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. Bütün Yahudiya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını açıq etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. Yəhya dəvə yunundan paltar geyinir, belinə dəri qurşaq bağlayırdı. Çəyirtkə və çöl balı ilə qidalanırdı. Yəhya belə vəz edirdi. Məndən sonra məndən daha qüdrətlisi gəlir. Mən əyilib onun çarıqlarının bağını açmağa belə layiq deyiləm. Mən sizi su ilə vəftiz edirəm. Amma o sizi müqəddəs ruhla vəftiz edəcək. O günlərdə İsa Qalileyanın Nazarət şəhərindən gəlib, Yəhya tərəfindən İordan çayında vəftiz olundu. İsa sudan çıxan kimi göylərin yarıldığını və ruhun göyərçin kimi öz üzərinə endiyini gördü. Göylərdən bir səda gəldi. Sən mənim sevimli oğlumsan. Səndən razıyam. Ruh dərhal İsanı səhraya çəkib apardı. O səhrada 40 gün qaldı və bu müddət ərzində şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasındaydı və mələklər də ona xidmət edirdi. Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın müjdəsini vəz edirdi. O deyirdi, vaxt yetişib, Allahın padşahlığı yaxınlaşıb, tövbə edin və müjdəyə inanın. İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idilər. İsa onlara dedi, ardımca gəlin. Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız. Onlar dərhal torları kənara atıb onun ardınca getdilər. İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı
və muzlu işçiləri qoyub onun ardınca getdilər. Onlar Kefernauma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. Onun təliminə təəccüblənirdilər. Çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan bağırdı: "Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Mən bilirəm sən kimsən. Sən Allahın müqəddəsisən." Amma İsa onlara qadağan edib dedi: "Sus və bu adamdan çıx." Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. Hamını heyrət bürümüşdü və onlar bir-birindən soruşdu: "Bu nədir? Səlahiyyətli yeni bir təlimdir. O natəmiz ruhlara belə əmr edir və onlar da ona itaət edirlər." İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı. Onlar sinaqoqdan çıxan kimi Yaqub, Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. Şimonun qaynanası qızdırma içində yatırdı. Bunu dərhal İsa'ya xəbər verdilər. İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı. Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsa'nın yanına gətirdilər. Bütün şəhər əhalisi qapının yanına yığıldı. İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi. Çünki onlar İsa'nın kim olduğunu bilirdilər. Səhər araqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etməyə başladı. Şimon və onun yanındakılar İsa'nın ardınca getdilər. Onu tapıb dedilər: "Hamı səni axtarır." İsa onlara dedi: "Gəlin, başqa yerlərə, ətrafdakı şəhərlərə gedək və orada da vəz edin. Çünki mən bunun üçün gəlmişəm." Beləliklə İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib dolaşdı. Bir gün cüzamlı bir adam İsa'nın yanına gəldi və diz çöküb yalvardı: "Əgər istəsən, məni təmiz edə bilərsən." İsa'nın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: "İstəyirəm, təmiz ol." Dərhal bu adam cüzamdan sağalıb pak oldu. İsa o an onu yola salıb ciddi tapşıraraq belə dedi: "Bax, heç kəsə bir söz demə. Lakin get, özünü kahinə göstər.
Hər kəsə şəhadət olsun deyə cüzamdan təmizləndiyin üçün Musanın buyurduğu təqdimləri apar. Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi. Amma kənarda kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən onun yanına gəlirdilər. Əziz bacılar və qardaşlar, Markın müjdəsinin 1-ci fəslinin son ayələrini sizinlə oxudum. Sabah çalışacağam Markın müjdəsinin 2-ci fəslindən sizin üçün oxumağa başlayım və inanıram ki, bu sizin üçün faydalı olar və sizin ruhunuza təsir edər. Hər birinizə təşəkkür edirəm və mənə dəstək olmağı unutmayın. Yeni videoların davamı gəlsin deyə kanalıma abunə olun. Sağ olun.